Salam, bizim bugünkü dərsimiz işarə əvəzliyidir. İşarə məqsədi ilə işlədilən əvəzlikləri işarə əvəzlikləri deyilir. Onlar daha çox sifəti əvəz etmiş olacaqlar. Sifəti. İşarə əvəzliklərimiz o, bu, elə, belə, həmindir. Sifəti əvəz etdiyinə görə necə, nə cür, hansı suallardan birinə cavab verir. Qurduqca yalnız və yalnız sadə olacaq. O əvəzliyi həm işarə, həm də şəxs əvəzliyi kimi çıxış edir. Bunlar necə fərqləndirək? Bunlar amonimdir. Deməli, işarə əvəzliyi olduğu vaxt sifəti əvəz edəcək. Yalnız və yalnız sifəti əvəz etmiş olacaq. Onun sualına cavab verəcək. Necə, nə cür, hansı? Bu şəkildə fərqləndirəcəksiniz. Bu, ismin heç bir şəkilçisini bu vaxt qəbul etmir. İşarə əvəzliyi olan o, yalnız və yalnız sifəti əvəz edir. Şəxs əvəzliyi də ismi əvəz etmiş olacaq. Əgər kim nə sualına cavab versə, deməli bu şəxs əvəzliyidir. O gəldi, kim, o. Əgər o əvəzliyi hal, xəbərli, cəm şəkilsi qəbul etsə, şəxs əvəzliyi olacaq. Şəxs əvəzliyi olduqda mübtəda və tamamlıq olur. O gəlir, kim gəlir, o. Onu çağırırlar, kimi çağırırlar, onu. Günahkar odur, kimdir, odur. Gördüyünüz kimi burada xəbər oldu. Deməli, bu şəkildə fərqləndirəcəksiniz. Bu əvəzliyi, işarə əvəzliyi gedəcək istənilən məqamda. Bu əvəzliyi ismi əvəz eləyə bilir, şəkilsiz əvəz eləyə bilir. Bu gəlir, kim gəlir, bu. Bunu mənə ver, nəyi, bunu. Bunu düzəlt, nəyi düzəldim, bunu düzəlt. Bunlar bir təsəllidir. Nə bunlar? Gördüyünüz kimi burada ismin şəkilçilərini qəbul edib, hətta qəbul etməsə belə ismi əvəz etmiş olur. Həm sifəti əvəz edir, həm də ismi. O və bu mənsubi şəkilçilərini qəbul etmiş olmayacaqlar. O ümumiyyətlə ismə aid hər hansısa bir şəkilçini qəbul etmir, işarə əvəzi olanda. Bu da ki, ismin deməli digər şəkilçilərini qəbul edəsə belə cəmi, halı və şəxs xəbəri şəkilçisini, amma mənsubiyyəti qəbul etmiş olmayacaq. Elə belə əvəzlikləri həm sifəti, həm də zərfi əvəz edir. Bunu necə müəyyən edəcəyik? Əgər feilə aiddirsə, deməli zərfi əvəz edib. Belə danışma, elə demə şəklində. İsmə aiddirsə, deməli sifəti əvəz edib. Belə kitab, elə insan. Elə belə, deməli, eynən bu əvəzliyi kimi, daha doğrusu, elə belə eynən bu əvəzliyi kimi ismə əvəz edir. Fərqi nədir? Elə belə ismi əvəz eləmək üçün mənsubiyyət şəkilsini qəbul etməlidir. Üçüncü şəxsin təkinə aid olan mənsubiyyəti. Məsələn, eləsinə, beləsinə, elələri, belələri mənsubiyyətdən əvvəl cəmi də qəbul eləyə bilər. Bunları qəbul edəndən sonra gedib əvəzləyir. Amma məsələn, burada biz gördük ki, şəkilçini qəbul etməsə belə ismi əvəz eləyə bilirdi. Amma elə belə də belə bir xüsusiyyət yoxdur. Və bu əvəzi mənsubiyyəti qəbul etmirdi. Elə belə əvəzlikləri mənsubiyyəti qəbul etmiş olacaqlar. Elə belə əvəzlikləri ədatla amonimdir. Belə sənə xoş gün görəsən. Bu ədat olacaq. Sonra, belə insanlara baş qoşma, necə? Suala cavab verdi, əvəzlikdir. Elə dost çətin tapılar, necə dost? Suala cavab verdi, əvəzlikdir. Elə sən deyəndir, ədatdır, gördüyünüz kimi. Həmin əvəzliyi yalnız sifət əvəz edir. Amma mətin daxilində digər nitq hissələrini də əvəz eləyə bilər. Qardaşım 5 mərtəbəli binada yaşayır. Biz də, məsələn, burada deməliyəm ki, 5 mərtəbəli binada qalırıq. Amma təkrarın qarşısını almaq üçün mən həmin əvəzini istifadə edəcəm. Mətindəki dil bir qədər ağır olmasın deyə. Gördüyünüz kimi burada sifəti əvəz etmiş oldu. Sizə testdə eynən baxın, 2 dənə cümlə verəcəklər və siz həmin o cümlələr əsasında testdə müəyyənləşdirmiş olacaqsınız. Qardaşım 5-ci binada yaşayır, biz də həmin binada qalırıq. Baxın, biz də 5-ci binada qalırıq deməliyəm, amma həmindən istifadə etmiş oluram. Qardaşım istifadə edilməyən maşın aldı, biz də həmin maşına şəhərə getdik. Biz də istifadə edilməyən maşına şəhərə getdik deməliyəm. Amma baxın, həmindən əvəz eləmişəm. Sonra burada isim əvəz edilmişdir, gördüyünüz kimi. O, bu əvəzliklərdən sonra vergülün işlənməsi haqqında danışacağım sizə. Deməli, o, bu əvəzliklərindən sonra isim, sifət, say, fe'li sifət, zərf, modal sözlər, nida xitab işlənərsə vergül qoyulacaq. Bunu yaxşı yadda saxlayın. Deməli, bunlardan sonra vergül qoyulur.
Bunlar daha çox kim nə sualına cavab verəcəklər. Cümlədə mübtəda olacaqlar. Bundan sonra deməli vergül qoyacaq. Bu qardaşımın maşınıdır. Qardaşımın maşınıdır. Nə bu? Bundan sonra isim gəldi. Vergül qoymaq olar. O əlbəttə gələcək. Nə edəcək gələcək? Kim o? Deməli, modal sözlərdə, nidada və xitabda bunların tələbinə əsasən mən vergül qoymuş olacağam. Bunların tələbinə əsasən qoyulur. Bunu yaxşı yadda saxlayın. O oxuyanlara kömək edirdi. Oxuyanlar fe'li sifətdir. Fe'li sifət olduğuna görə baxın an ən şəkilsini düzəlib. Deməli odan sonra bu fe'li sifət gələndə artıq vergül qoymuş olacağam. O bu ismin yerində işlənib kim nə suallarına birinə cavab verdikdə onlardan sonra əvəzlik, fe'l, fe'li sifət, köməkçi nitq hissələri gələrsə vergül qoyulmur. Amma baxın, biz bayaqları fe'l sifəti burada qeyd elədik. Bu deməli istisnadır. Bu gəlsə qoyular. Sonra modal sözləri və nidanı yuxarıda qeyd etdim ki, bunlar istisnadır. Bunların tələbinə əsasən mən vergül qoyuram. Bunlarda diqqətli olun. Amma digərləri gələndə, məsələn, bağlayıcıdır, qoşmadır, ədatdır, bunlar istifadə edildiyi zaman vergül qoymayacağam. Əvəzlik olanda vergül qoymayacağam. Fe'l olanda vergül olmaz. Baxın, bu kömək etmədi. Kömək etmədi. Kim bu? Gördüyünüz kimi fe'l gəldi. Vergül qoymaq olmaz. Bu danışır. Burada da həmçinin fe'l gəldi. Vergül qoymaq olmaz. O da səni gözləyir. Bağlayıcı gəlib. Nədir gözləyir? Kim? Baxın, kim sualına cavab verir. Şəxs əvəzliyidir. Amma vergül qoya bilməyəcəm. Daha çox şəxs əvəzliyi olanda odan sonra vergül qoyulur. Bu ismi əvəz eləyəndə vergül qoyulur. Amma sifəti əvəz eləsə, mən vergül qoymuş olmayacağım. Çünki təyin olacaq cümlədə. O kitab mənim xoşuma gəldi. Hansı kitab o? Bu ilin sonu səbirsizliklə gözləyirəm. Deməli, hansı ilin sonu bu? Gördüyünüz kimi burada artıq təyin mövqeyinə çıxış eləyib. Ona görə vergül qoyulmayacaq. Buradakı o işarə əvəzliyidir. Vergül onda qoyulmur. Amma şəxs əvəzliyi olarsa vergül qoyulmuş olacaq. Bu ismi əvəz eləyərsə vergüldən istifadə edəcək. Bunları əzbərləyirsiniz. Bunlar əzbər lazımdır. Bəzən cümlədəki yerinə görə o və bu əvəzliklərdən sonra vergüldən istifadə edilə də bilər, edilməyə də bilər. Baxın, edilə bilərdir. İntonasiyadan asılıdır. İsmi əvəz eləyəndə odan sonra vergül qoyacağım. Çünki şəxs əvəzliyidir. O evin sahibidir. Evin sahibidir. Kim o? Gördüyünüz kimi isim gəldi. Vergüldən istifadə etmək olar. O evin sahibidir. Hansı evin sahibidir? O evin. Gördüyünüz kimi burada təyin oldu. İntonasiyayı əsasən müəyyən edilir. Belə deməli cümlələr tezdə qarşınıza çıxacaq. İki formada düşünmək olur bunları. İki formada düşünə bilirsinizsə, vergül ola da bilər, olmaya da bilər. O bu əvəzliklərdən sonra əvəzi gəlsə də vergül qoyula bilər. İstisna məqamı var. Nə vaxt olur? Həmcinsi və əlavə olarsa. Əlavə nədir? Aid olduğu cümlə üzvündən sonra gəlir, onun mənasını aydınlaşdırır, konkretləşdirir. Yeri sabitdir. Həmcinsi nədir? Eyni suala cavab verir, eyni cümlə üzvü olur, eyni cümlə üzvü ilə bağlı olur. İndi bu nə deməkdir? Gəlin biz nümunəmizə baxaq. Bu, bizim dostumuz bura yeni gəlib. Bu, yəni bizim dostumuz bura yeni gəlib. Yenidən də istifadə etmək olur. Baxın, bunun mənasını aydınlaşdırdı, konkretləşdirdi ki, yəni bu kim idi? Bizim dostumuz imiş. Deməli, bu əlavədir. Əlavənin tələbinə əsasən mən vergüldən istifadə etmiş oldum. O, mən sabah getməliyik. Nə etməliyik? Getməliyik. Kim? O və mən. Yəni, o və mən. Burada mən vədən istifadə edə bilirəm. Gördüyünüz kimi, eyni suala cavab verdi. Eyni cümlə üzvü oldu mübtəda və eyni cümlə üzvü ilə bağlıdır. O getməlidir, mən getməliyim. Bu bir biz deməkdir. Gördüyünüz kimi, burada sadalamadan istifadə etdim. Həmcinslik daha çox vergüllə ayrılır. Sadalama intonasiyasından istifadə edilir. Buradan da bildim ki, həmcinsi olduğuna görə əvəzi olsa belə mən vergüldən istifadə edəcəm. Bu qədər bəsit. Diqqətli olun, tezdə bunlar qarşınıza çıxacaq. Sonra bəzi əvəzidən işləmə məqamları var. Yəni amonimliyi var. O haqqında mən sizə danışdım. Bu haqda məlumat verdim. Biz əvəzliyi haqqında, sözü haqqında, leksika dərsinə sizə məlumdur. İsim kimi olur. Çəkməçi ayaqqabını tikmək üçün bizdən istifadə etdi. Bu bir əşyadır. Biz qalib gələcəyik. Buradakı biz isə şəxs əvəzliyidir. Sonra kimi.
Kimi amonim olur, qeyri-müəyyən əvəzi ilə qoşman amonimliyi olur. Sual əvəzini götürməyəcəksiniz. Çünki sual əvəzindəki i qrammatik şəkilçidir. Amma qeyri-müəyyən əvəzlikdəki kimidəki i leksik şəkilçidir. Leksikdir. Deməli, qoşmadakı kimi sadədir, başlanğıc forması kimidir. Qeyri-müəyyənliyin, qeyri-müəyyən əvəzinin başlanğıc forması kimidir. Amonim götürə bilərəm. Çünki yazılışı da, deyilişi də eynidir. Amma burada kimdir? Kim sözünü mən kimi ilə amonim götürə bilmərəm. Başlanğıc forması fərqlidir. Biz bilirik ki, amonimləri başlanğıc forması əsasən müəyyən etmiş oluruq. Çox diqqətli olun bunda. Deməli, kimi oxuyur, kimi yazır. Buradakı deməli nə oldu? Qeyri-müəyyən əvəzi. Evə kimi ötürdü, evə qədər ötürdü şəklində oldu qoşma. Bir də sual verirəm ki, evə kimi ötürüb? Yəni, hansı adamı kimi ötürüb? Burada baxın, iki formada düşünmək oldu. Necə var? Həm sual əvəzi idi, həm də ki, qüvvətləndirici ədatdır. Baxın, necə gedəcəksən? Görürsünüzmü? Cavab tələb eləyir. Ax, necə kef çəkməli əyyam idi? Buradakı necəsə, deməli, ədatdır, qüvvətləndirir. Sonra, nə var? Sual əvəzliyi olur. Nə oxuyursan, sual verir, cavab tələb eləyir. Nə yaxşı əsərdir. Nə göz görsün, nə ürək bulansın. Burada bağlayıcı olacaq və məzmununda inkarlıq var. Sonra, yadda saxlayın, bir neçə xırda məqamı burada qeyd eləmişəm. Deməli, əvəzilər söz yaradıcılığını istifadə ediləcək. Mənli, sənli, bizli, sizli, mənciyyət şəklində, həmin bu şəkilçilərlə olur. Həmçinin kimlik də, baxın, sual əvəzi ilə də yarana bilir, kimlik olur. Sonra, kim isə, nə isə, ümumilikdə götürəndə bunlar hallanmırlar və mənsubi şəkilsi qəbul etmirlər. Amma məsələn, kimdir, nədir, bunların birinci tərəfi hal şəkilsi qəbul edə bilir. Amma ümumilikdə baxsaq, kim isə, nə isə hallanmır və mənsubiyyətə görə dəyişmir. Hansı uşaq gəlmədi, isim var. Deməli, bu sifəti əvəz edib. Hansı gəlmədi, kim gəlmədi, hansı. Buradakı deməli, hansı ismi əvəz etmiş olacaq. İsmin sualına cavab verdi. Burada müəyyənləşdirmiş oluruq. Yəni, belə bir sualın gələ biləcəyinə inanmıram. Sadəcə olaraq məlumatınız olsun deyə sizinlə bu sualı da, bu qeydi də paylaşmış oldum. Sonra, hər an, hər gün mürəkkəb zərflər olacaq. Bunlar birlikdə təhlil edilir, parçalanmır. Elə-belə isim kimi işlənəndə amonim olmayacaq. Çünki buradakı elədəki, belədəki AE yönlük hal şəkilçisi olacaq. Məsələn, elə, arxalanıram. Kimə? Elə. Gördüyünüz kimi bu yönlük hal şəkilçisi olmuş oldu. Kimə? Və bunun başlanğıc forması kökü eldir. Bu da ki, qrammatik şəkilçidir. Artıq amonimlikdən çıxdı. Amonim ola bilməz. Başlanğıc formaları fərqləndi. Elə həmçinin fe'llə, ədatla da amonimdir. Məsələn, elə mən də onu deyirəm. İşləri elə. Burada deməli, işləri elədə fe'llə, elə mən də onu deyirəm hissədə isə, deməli, ədatdan amonim oldu. Sonra, həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edən sözlər bəzən həm ikinci şəxsdə, həm də üçüncü şəxsdə düşünülə bilər. Əgər siz sözə həm sənin, həm də onun əvəzini əlavə edə bilirsinizsə, deməli, iki formada düşünülə bilir. Testdə belə sözlər, belə testlər yenə olacaq. Öz əvəzini əlavə edirlər burada. Sakit qardaşını tanıyır. Sakit sənin, yoxsa onun qardaşını tanıyır. Ona görə burada bir dənə öz əvəzi əlavə edirik. Sakit öz qardaşını tanıyır şəklində olur. Yəni, əgər siz bir sözə həm sənin, həm də onun əvəzini əlavə edə bilirsinizsə, deməli, onu iki şəxsə düşünə bilərsiniz. Həm ikinci şəxsə, həm də üçüncü şəxsə. Amma sakit qardaşımı tanıyır da belə bir şey yoxdur. Biz artıq bilirik ki, bu birinci şəxsin təkindədir. Bir dənə deməli, nəyə görə bu belə olur? N bitişdiricinə görə. Üçüncü şəxsdə şəkilçisi ıdır. Əgər söz saitlə bitərsə, şəkilçi də saitlə başlayarsa, n bitişdirisini istifadə edirik. Artıq bu da gəlir ikinci şəxsə bənzəyir. Ona görə qarışıqlıq yaranır. Ona görə həmin bu qardaşını sözünü daha çox ında olur belə. Bunu mən iki formada düşünə bilirəm. Həm ikinci şəxsdə, həm də üçüncü şəxsdə.
Dərsimiz bu qədər. Ümid edirəm ki, sizə aydın oldu. Sağ olun.